Q hərfi nə zaman Y səsini verəcək? Q hərfindən sonra, yəni Q ilə bitən sözdən sonra saitlə başlanan, bax, saitlə başlanan söz və ya şəkilçi gələrsə, söz və ya şəkilçi gələcəksə, bunu necə başa düşəcəyik? Məsələn, deyirəm ki, çiçək üstünə saitlə başlanan şəkilçi artırıram. Necə tələffüz edəcəm? Çiçəyi. Bu həm tələffüzdə belə olacaq, həm yazıda. Hər iki halda da K-yu əvəzlənməsini görəcəyik. Əgər söz artıracamsa, məsələn, deyirəm çiçək ətri. Çiçək ətri. Yazılışda K ilə yazacam, deyilişdə nə edəcəm? Çiçək ətri. Niyə mən burada Y ilə yazdım? Çünki məsələn, burada Q hərfli bitən sözdən sonra ə ilə başlayan, yəni saitlə başlayan söz gəlmişdi. Ona görə də burada K-Y əvəzlənməsi baş verdi. Bu dediyim qayda eləcə də Q hərfinə aiddir. Yəni Q, Q əvəzlənməsi nə zaman baş verəcək? Eyni ilə Q üstəgə, yəni sözün sonu Q ilə bitir. Ondan sonra saitlə başlanan söz və ya şəkilçi gələcəksə. Saitlə başlanan söz və ya şəkilçi gələcəksə. Şəkilçi gələcəksə. Məsələn, deyirəm ki, qulaq. Mən buna saitlə başlanan şəkilçi artırıram. Deyirəm qulağa. Yəni, eyni hal. Həm yazılışda, həm də deyilişdə olduğu kimi dəyişir. Yox, əgər mən qulaq sözündən sonra saitlə başlanan söz yazaramsa, Q ilə bitən sözə, yəni mən saitlə başlanan, ondan sonra saitlə başlanan söz işlədərəmsə, o zaman Q əvəzlənməsi yalnız deyilişdə dəyişiləcək. Məsələn, deyirəm alaq, yazıram alaq otu. Yəni alaq otu. Baxıram Q ilə bitib sözün sonu. Mən ondan sonra saitlə başlanan söz yazıram. Bu zaman tələffüzdə necə olacaq? Deməli, alaq otu. Yəni, bizdə Q-Q əvəzlənməsi, eləcə də K-Y əvəzlənməsi, yəni səs əvəzlənmələri bizdə nə zaman baş verir? Saitlə başlanan, yəni sözün sonu əgər K və yaxud da Q ilə bitəcəksə, biz ona saitlə başlanan şəkilçi və yaxud da saitlə başlanan söz işlədəcəksə, ondan sonra K-Y, Q-Q əvəzlənməsi olacaqdır.